Bilik can qışına qanaddır inan. Ruhunu göylere onur qaldıran. Bilikdir ürəyə bu dünyada can. Baş biliksiz olsa olar bədgüman. Nəfs Allah elmidir, elmi isə ağıl. Bəsdir özünə gəl yuxudan ayıl. Yoxdur bilik kimi virabi həyat. Yalnız bilik verən insana nicat. Bu sudan içənlər əbədi oldu. Gözləri saqinin üzündə qaldı. Biliklə dinin də adı ucalar. Din elmə söykənsə necə qocalar. Etmə öz elmini ağıldan cüda. Biləsən takimdir ağıl və xuda. Göylərin hərəkət etməsi devir. Elm ilə deyilsə bəsləri ilədir. Elm ilə açarsan bəs gözünü. Bil ki, yaradana tutarır. Elmdə hər şeydən vacibdir gerçək. İnsan öz zatını tanısın gerçək. Əhl-i elm, alim qardaşlarımızdan digərinə söz vermək istəyirəm. Hacı Ramil qardaşımız da qısa danışdı. Onların nəfəsin əlbəttə möminlər daha geniş eşitmək istəyirlər. Hacı Əfqan qardaşımızla əyləşib, alimimiz Hacı Əfqana söz veririk. Məmnuniyyətlə Hacı buyursun, təvəqqə edirik, təbliğ sözləri söylür. Salavat Muhammed Ali Muhammed'e. Bismillahirrahmanirrahim. Ya Allah, ya Rahman, ya Rahim. Nəzərə alaq ki, burada əyləşənlər həqiqətən insanların arasında ən bəyənilmiş, ən təqdirə layiq olan insanlardır. Burada elə insanlar var ki, həqiqətən onların dəyəri, qiyməti mənim şəxsən nəzərimdə heç bir ölçəyə gəlməz. Azizliklər əzizimiz həqiqətən bunların əvvəlcülərindəndir. Böyük insan, ali insan, həqiqətən bizim cəmiyyətimizin elə bir şəxsiyyətidir ki, onu mən görməyəndə diyyətimə salanda ondan öyrənirəm ki, bizim dünyamızda Azizliklər kimi bir insan yaşayır. Hacı İşən Xəzər, bizim əzizimiz, görkəmli şair, digər bir adına çəkə bilmirəm, bağışlasınlar məni. Bu insanların huzurunda həqiqətən söz demək və özü də ki, elə söz demək ki, bunları bir növiyəni heyrətləndirsin, çox çətin bir növiyəni sınavdır, çox çətin bir imtihan. Həqiqətən də mən Həzrəti Zəhranın özünə təvəssül edirəm, özünə kömək istəyirəm ki, bizim bu təbliğlərimizi mümkün qədərində sadəcə bir təbliğ qədərində olmasın, biraz da əlavəsi olsun. O nöqtə nəzərdən qeyd edəməliyəm ki, Həzrəti Zəhra sallallahu əleyhi və səlləm Peyğəmbər Həzrətlərinin yeganə övladı deyil. Ondan başqa da Peyğəmbər Həzrətlərinin övladları var, o bilirsiniz. Amma Həzrəti Zəhraya Peyğəmbər Həzrətləri bir övlad nəzəri ilə dəyər vermir. Həzrəti Zəhra övladlıq səviyyəsindən çox fərqli bir varlıq edir. Hura-i-insiyyə deyirlər bunu. Yəni, insanlar arasında olan huri, insanlar arasındadır, insanlar kimidir. Amma insanlardan çox fərqli bir varlıqdır. Hura-i-insiyyə, həqiqətən bu kəlmə bizim üçün Həzrəti Zəhra barəsində dərin düşünməyə bir növ bizim vaxtlar edir. Həzrəti Zəhra 18 il yaşayır. Cəmi 18 il yaşayan insanın bu qədər əsrlər boyu, bu qədər şöhrətdən, nüfuza malik olması həqiqətən insan təəccüblədir. Amma 18 yaş nə qədər böyük yaşdır ki, insan bu 18 yaşda bu qədər şöhrətli, bu qədər məşhur, bu qədər alicənablığının nüfuzu, təsiri 14 əsr gelir və getdikcə də şöhrəti genişlənir. Həqiqətən 18 yaş elə bir yaş var burada. Bugün də bizim aramızda 18 yaşında olan insanlar var ki, bilirsiniz ki, hələ onlar dünyada nə var, nə yox bilir. Həzrəti Zəhranın cəmi 18 yaşayan, amma belə bir şöhrətə, belə bir nüfuza, belə bir dəyərə malik ola ki, Peyğəmbər alicənab kimi
insan o otağa daxil olanda, Həzrəti Zəhra otağa daxil olanda onun əyəbinə qalxardı. Atanın övladının əyəbinə qalxmaq məsələsi bir yana. Üstəgəl o ata özü də peyğəmbərdir. Özü də hansı peyğəmbərdir? Peyğəmbər axirət zamandır. Əşrəfil ənbiya və mürsəlidir. Və bundan sonra peyğəmbər gəlməyəcək və Allahın onun şəninə şərəflə yaratdığı aləmin peyğəmbərdir. O peyğəmbər Həzrəti Zəhra o qalaba Allah'ın o əyəbinə qalxır. Sadəcə əyəbinə qalxır. Özü əyləşdiyi yerdə onu əyləşdirir. Onun əlindən öpür. Fikir verin. Nə qədər insan öyle qarşısında hansı bakar, özü peyğəmbər kimi bakar. Onun əlindən öpür. Onu bağrına basır, onun rəvayəsi ilə sevdiğini mən hər zaman cənnətin rəvayəsini duymaq istəyəndə Zəhranın rəvayəsindən əhli ala bilirəm. Və ona deyir ki, atam anam sənə fəda olsun. Atam anam sənə fəda olsun. Peyğəmbərimiz buyurur. 18 yaşında bir xanımın bu qədər Peyğəmbər tərəfindən əzizlənməsi, qeyd edildiyi ki, Peyğəmbər Həzrətlərinin ondan başqa dövlətləri olub, hesibinin həyatında belə bir şeylər olmayıb. Və üstəgəl Peyğəmbər Həzrətlərinin ümmət arasından buyurması ki, bu mənim bədənimin bir parçasıdır, bəzən mindir. Bədənimin bir parçasıdır. Həmən azaha fəqət azani. Kim bunu incitsə, məni incitmiş olur, məni incitsə, Allah incitmiş olur. Çünki insanın bədəninin bir parçası hayanda əziyyət çəksə, bədənin digər sağlam hissələri də o əziyyət çəkən tərəfin sayəsində digər bədən əzaları sağlam da olsa, görürsən ki, bədənin o xəstə tərəfi, ağlayan tərəfi, o sağlam tərəfi rahat edir. Peyğəmbərimiz bu mənim bədənimin bir parçasıdır. Bunu incitsə, məni incitir. Və yaxud digər bir kəlamında buyurur ki, Allah Taala Zəhranın razılığı ilə razılanar, qəzəbi ilə qəzəblənər. İnsan hansı bir səviyyə çatır ki, Allah Taala onun razılığının öz razılığı və öz qəzəbi onun qəzəbi sayılır. Yəni, büsbütün bunun varlığı, vücudu elə bir şəkildə, elə bir dərəcədə. Görürsən, məsələn, Allah Taala Peyğəmbər Həzrətləri sözlərində buyurur ki, kim Peyğəmbər Həzrətinə itaət etmiş olsa və mən yütəbillahə, hər kəs Allaha itaət edir, Peyğəmbərə itaət edənləri Allah Taala özünə itaət edilmiş hesab edir. Fəqət ətaəllah. Və mən yütəbillahə fəqət ətaəllah. Hər kəs ki, Peyğəmbərə itaət edir, Allaha itaət olmuş hesab olur. Necə Peyğəmbər Həzrətlərinin vücudu itaət olunan zamanda Allaha itaət olunmaq kimi qeyd olunur. Və yaxud məsələn, başqa ayələrdə mən hazır üzr istəyirəm. Başqa Quran ayələrində Allah Taala buyurur ki, Peyğəmbər Həzrətlərinə ki, qul in kuntum tuhibbunəllaha fəttəbi'uni yuhibbukumullah. İnsanlara deyirəm, İstəyirsinizsə Allah su sevsin, məni sevin, Allah su sevsin. Məni sevin, Allah su sevsin. Yəni, Quran ayələrindən Allah Taala Peyğəmbər Həzrətlərinin vücudu sən başqa qılır, lə'anükə, and olsun sənin canına qəmd olunur. Amma deyir, lə'anükə, and olsun sənin ömrüə. Peyğəmbər Həzrətlərinin ömrünə Allah Taala deyir. Yəni, onun ömrü bu qədər Allah gəldiyi şəkildə bulunur ki, onun ömrü Allah'ın əmrına sıradır. Həzrət Zəhra sallallahu aleyhi və səlləm atası Peyğəmbər Həzrətlərinin varlığı, vücudu, itaəti, ona olan sevgi, məhəbbət, Allah'a olan itaət və sevgi kimi qiymətləndirilir. Peyğəmbər Həzrətləri Zəhra'da buyurur ki, hər kəs Zəhra'ya sevgi göstərsə, dostluq göstərsə, o mənə dostluq və sevgidir və mənə dostluq və sevgi Allah'a dostluq. Və əksinə, hər kəs onu incitsə, mənim incitmiş olur, mənim incitlərini Allah incitmiş olur. Və Həzrəti Zəhra sallallahu aleyhi barəsində Peyğəmbər Həzrətləri buyurdu ki, Məryəm öz zamanının bəyənilmiş xanımı idi. İlləlləh əstəfa.
Allah Allah onu öz zamanının beğenilmiş kanunu kararı verir. Ama Hazreti Zehra sallallahu bütün zamanların xeyreten misaldır. Neyinki xeyreten misaldır? Bütün beşeriyet türlü ve numunedir. Bəzi vaxt Hazreti Zehra tek kadınlar üçün numunedir. Xeyr. Hazreti Zehra bütün varlıq alemi üçün. Ve salam gələn Hazreti Zehra da salamullah aleyha ve ala abiha ve ba'liha ve beliha. Salam olsun Zehra'ya, mərkəzləşməha. Salam olsun Zehra'ya, atasına, həyat yoldaşı övladlar. Məryəmin bir dənə hüccəti var idi Allah tərəfindən İsa. Hansı mərtəbələrə qalxdı? Hazreti Zehra'nın 11 dənə bu hüccətdən var idi, 11 dənə. Və axırıncısı ki qeybdədir, zuhur edəcək inşallah. O gələn zamanda Hazreti İsa onun göstərişlərinə əməl edən, onun köməkçilərindən biri olacaq. Hazreti Zehra sallallahu aleyhi barəsində biz istəsək biraz dəqiqləşək görən gedib sar barəmiz muhakəmə və Əl-İslamın bir şeiri var, ərəbdə, 10 deyən qəsəl. Əl-İslam o zaman ki, xəbər verir, Hazreti Zehra sallallahu aleyhi Məsən bəy mantıq qalbi yolda xəbər verirlər, deyir, Şeyh Abbas bunu yazır, deyir ki, Əl-İslam ürəyi keçir. O qədər Hazreti Zehra'ya ürəyində məhəbbət sevgi var idi. Hazreti Zehra'nın o vəziyyətin xəbər verən buna Əl-İslam ürəyinə gedir. Və deyir, aylamda bu şeiri oxudur. لِكُلِّ سِمَاعِ مِنْ خَلِيلَيْنِ فِرْقَةٌ وَكُلُّ الَّذِي دُونَ الْفِرَاقِ قَلِيلٌ فَأَنْ اِفْتِقَالِ وَاحِدٌ بَعْدَ وَاحِدٍ دَلِيلٌ عَلَيْهَ أَلْوَقَ دُونَ خَلِيلٌ. Hər bir dostun nə qədər möhkəm olursa olsun, masanız üstə. Bütün ziyalarına ağır verir üstə. Hər bir dostun nə qədər möhkəm olursa olsun, sonunda bir ayrılıq var. Dostluğun nə qədər möhkəm olmağının əhəmiyyəti yoxdur, axır ayrılmalısan. Dostluğun nə qədər möhkəm olursa olsun, onun sonunda bir ayrılıq var. Və kullurləzin dunəl firaqu qəlilun. Və hansı müsibətlə heç ayrılıq yoxdur, heç o müsibət görür. Əl-İslam tutanlar ya, şehir şəkil. Və ən-iftiqalı vahidun bə'də vahid. Mənim iki dostum var idi. Onlardan biri məndən ayrılmışdı, nəzərdə tut Peyğəmbər Həzrətləri. Onun biri məndən ayrılmışdı, onun biri məndən tut dost kimi qalmışdı, nəzərdə Fatımə nəzərdə tut. Və o da bu günləri mənim əlimdən getdi. Dəlilun aleyhə əlvaqətuna xəlili. Bu onu göstərir ki, mənim həyatda heç bir dostum qalmadı. Allah-u bizləri inşallah Zəhra sallallahu aleyhanın, özünün, ata-babalarının, həyat yoldaşının, övladlarının dünyada ziyarətlərini, axirdə şəfaətlərini nəsib eləsin inşallah. Aqibətimizi ahirətdə xeyr orasına qərar versin. Bu məclisi təşkil edib, yaranıb, bu səviyyəyə gətirirlər. İndi də hal-hazırda bu davam elətdirirlər. Vallahi Allah'ın olsun, Həzrət Zəhranın məzlumiyyəti üçün mən bunu deyirəm ki, dünənləri Pasxanı təbrik elədilər, Həzrət Zəhranı təbrik eləmədi. Ürəyəni qapıya verir. Sonra deyirlər ki, başqa yerlərdən bizim üçün gəlirlər, orada məktəb açırlar. Sən yeri boş qoyma, yeri boş qoyursan doldururlar da. Sən Həzrət Zəhranı deyirsən, dinin bu da dinin. Bayramda bu da bayramda. Sən özün kimdir? Onlar onun bizə bu da nə? Onlar dünya qoydu. Dünya qoyduğuna qədər etikadımızı itirək. Allah sözdən sağlığımızı bağımızda atmaq istəyirəm. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Xəlq aləm səbəbi Həzrət-i Zəhrada imiş. İki dünya evinin zinəti Zəhrada imiş. Çarə yox, ümmətə gəlməzsə qiyamət xanımı. Yenə məhşər gününün hörməti Zəhrada imiş. Etdi öz canını bir gün şəh-i mərdanə fəda. Neçə mərdanələrin qeyrəti Zəhrada imiş. Tanrı'nın şiirine tavşırdı Hüseyin'le Həsəni. Analar mərhəməti, şəfqəti Zəhra'daymış. İncə qəlbi ata hicranına tabi eyləmədi. Salih övladilərin xiffəti Zəhra'daymış. Nabinalər dəxi namət
Bəhrəmidi ortake, yetti yer, yetti göyün nisməti zəhradır. Ey gönül tutisi, hər şəkkərə meyl eyləmə ki, Avropadan mədəniyyət götürürsən, nə üçün Zəhradan götürmürsən, nə üçün Əhl-i Beytdən götürmürsən? Ey gönül tutisi, hər şəkkərə meyl eyləmə ki, mərifət məclisinin şərbəti Zəhrada imiş. Xab-ı qəflətdən oyan, dahi oyansın qələmi, şeir-i dürdanəsinin qiyməti Zəhrada imiş. Şeir-i dürdanəsinin qiyməti Zəhrada imiş. Sözü bir daha qirayət qrupuna verək, onlar gözəl avazları ilə məclisimizə bir şirinlik gətirsinlər. Alimlərimizin bu gözəl sözündən sonra bir daha inşallah onların avazını eşidək, sonra yenə alimlərimize söz